Hamıya salam. Bu gün sıfırdan məntiq dərslərimizin 14-cü dərsi olan riyazi məsələlər dərsi ilə qarşınızdayıq. Riyazi məsələlər dərsi bir neçə hissədən ibarətdir ki, onlardan birisi də yaş məsələsidir. Yaş məsələləri də demək olar ki, bir neçə ildən bir qəbula düşür, hətta bəzən hər ildə qəbula düşə biləcək sual tiplərindəndir. Gəlin başlayaq suallara baxmağa. Yaş məsələlərinin ilk sualı deyir, ana 24 yaşında olarkən üçən uşaqları anadan olmuşdur. Neçə ildən sonra ananın yaşı uşaqlar yaşlar cəminə bərabər olar? Deməli, neçə ildən sonra deyir. Hal-hazırda ananın yaşı 24. Uşaqların yaşı bilmirik. X-dir. Amma 3 dənədirlər. Deməli 3x-dir. İndi deyək ki, neçə ildən sonra ananın yaşı uşaqların yaşının cəminə bərabər olar. Yəni, bunu belə götürə bilərik də əslində. 24-ün üzərinə biz nə gəlsək ki, bunlar 3x-in cəminə bərabər olar. 24 üstə gəlsin. Məsələn, y bərabərdir 3x. Və yaxud da belə deyə bilərik. 24 üstə gəlsin x bərabər nəyə? 3x-ə. 3x necə götürdük? Çünki 3 dənə uşaqdır. Hər biri eyni yaşdadırlar. Və məsələn, neçə il keçsə, həmən uşaqların da üzərinə də bir o boyda rəqəm gəlməliyik. Ona görə bunu götürürük 3x. 24 üstə gəlsin x bərabər 3x isə, buradan 24 bərabərdir 2x-ə. X də bərabər nəyə? 12-yə. Deməli, 12 ildən sonra ana yaşı 36, uşaqların da cəmi 3 dənə x-in, yəni belə deyim, 3 dənə 12-nin cəmi 36 eləyir. Yəni, bərabər alınır. Deməli, cavabımız 12 olur. İkinci sual deyir ki, 19 AB-ci ildə doğulan bir adam 1980-ci ildə elə AB yaşındadır. Buna görə bu adam 2008-ci ildə neçə yaşında olar? Biz bunu belə götürə bilərik də. Deməli, 1980 çıxılsın 1900 AB. Bərabər nə alınır? AB. Buradan bu hissə artıq bizə etiraz yoxdur. 80-dən AB çıxmalıyıq. Bərabərdir AB-ni özü eləyər. AB burada bir rəqəmdir, belə deyim. Buradan da 80 bərabərdir 2 dənə AB-yə. Onda AB nəyə bərabərdir? Təbii ki, 40-a bərabərdir. Yəni 1940-dan anadan olursa, indi 2008-dən 1940 çıxanda 1940 çıxanda bərabərdir 68 yaş edir. Üçüncü suala baxaq, deyir, Murad 18, Əhməd 30 yaşındadır. Murad Məmməd yaşda olanda, Məmməd də Əhməd yaşda olacaq. Məmməd indi neçə yaşındadır, deyir. Burada bildiyimiz təkcə Muraddır və Əhməddir, yaşlarını dəqiq bilirik. Deyir, şimdi Murad Məmməd yaşda olanda, Məmməd də Əhməd yaşda olacaq. Yəni, olacaq hələ. Deməli, Məmməd Muraddan böyük, Əhməddən kiçikdir. Biz burada Məmməddə bir x deyək gəlin. Yaşını bilmirik deyə x dedik. X çıxılsın 18. Yəni biz Məmməddən Muradın yaşını çıxaq ki, görək Murad neçəyə sonra Məmməd yaşına gələcək. Bunu çıxaq. Bərabər elək nəyə? Yenə Əhmədin 30 yaşı var edilə. İndi Əhməddən bir dəfə Məmmədin yaşını çıxmalıyıq. Niyə? Çünki yenə Məmməd həmən il qədər, yəni buradan x18 çıxdı. Məmməddən elə bir şey Muradın yaşını çıxanda neçə il eləyirsə, eyni şey Əhməddən də Məmmədi çıxanda eləməlidir. Çünki il dəyişmir, axı il eyni qalır. Bir nəfər bu boyda artırsa, digəri də o boyda artmalıdır. Burada indi Məmməddən Əhmədi çıxırıq. Daha doğrusu Əhməddən Məmmədi çıxdıq, yazdıq x. 30 çıxaq x bərabərdir x çıxılsın 18-ə. Buradan da belə bir şey alınır ki, indi 2x bərabərdir 48-ə. X bərabər nəyə? 24-ə. Baxanda görürük ki, bəli. 18-in üstə 6 gəlsək 24 ilə, 24-ün üstə 6 gəlsək 30 eləyər. Yəni, fərqlər bərabərdir. Bu da oldu belə. İndi, 4-cü sualda deyir ki, Emin ilə Əlinin yaşları cəmi 40-a bərabərdir. Emin Əlinin yaşında olanda Əlinin yaşı indiki yaşının yarısı qədər idi. İndi deyir ki, Eminin neçə yaşı var? Emin ilə Əlinin yaşları cəmi deyir 40-a bərabərdir. Yəni, toplayaq. Emin üstə gəlsin 50 bərabərdir 40-a. Emin de 50 yaşında olanda 50 yaşının yarısı qədər idi. Deməli, keçib artıq. Bu demək ki, biz Emindən 50-ni çıxsaq, necə fərq edir bu il fərqidir? Yəni, o boyda keçib artıq bizdən. Emindən 50 yaşını çıxanda artıq bu boyda il keçib. Bərabərdir, 50 çıxılsın yaşının yarısı qədər idi. İndiki yaşının yarısı qədər idi. Yəni, 50 indiki yaşından yaşının yarısını çıxanda deməli, həmən il alınır. Buradan indi E bərabər nəyə? 2 çıxılsın ə bölünsün 2. Buradan da 2-dən çıxılıb 0,5-i eləcək E bərabərdir 1,5 ə-yə. İndi buradan hesablasaq, E-ni yerinə aparıb 1,5 ə qoysaq.
Eləyəcək neçə? 2,5 üstəgələn 2,5 bərabər nəyə? 40-a. Deməli ki, elə bir apardıq yerinə qoyduq. 1,5 üstəgəlsin bərabərdir 40-a. 2,5 bərabərdir 40. Nəyə bərabər? 50 yaşın neçəyə bərabərdir indi? 425-ə bölsək, eləyəcək neçə? 16. Deməli, 50-nin indi 16 yaşı varsa, onda Emin neçə yaşı var? 40-dan 16 çıxanda bərabərdir 24 yaşı qalır. Baxırıq 5-ci suala. Deyir ki, A qrupundakı şəxslərin orta yaşı 16, B qrupundakıların isə orta yaşı 28-ə bərabərdir. B-dəki şəxslərin sayı A-dakı şəxslərin sayının 3 dəfə çox olarsa, qrupların birlikdə yaş ortalaması nə qədərdir? Baxın, A qrupunu bölürük nəyə? X-ə. Bərabərdə 16 tapırıq. X deyib 3 yazırım. Böldük X-ə. Bərabərdə 16 yazdıq. B qrupunu bölürük 3X-ə. Niyə? Çünki deyir ki, A-dan 3 dəfə çoxdur o da şəxslərin sayı. Bərabər nəyə? 28-ə. İndi gəlin hesablayaq ki, A neçə eləyir buradan? A bərabərdir 16X-ə. B də bərabərdir 84X-ə. Bizə deyir ki, qrupun birlikdə yaşı. Yəni, A üstə gəlinsin B bölünsün. Bunlar nəyə bərabərdir? X-dən 3X-in cəmi 4X. Belə yazaq da, 16-dan daha açıqlayıcı olsun. X üstə gəlsin 3X bərabərdir. Yuxarıda A ilə B-ni yerinə yazaq indi. 16 ilə 84-ün cəmi 100X bölünsün 4X-ə. Bərabər neçə eləyir? 25 eləyir. Deməli, bunların ümumi yaş ortalaması eləyəcək 25. İşçi və müdür yaşları cəmi 91-ə bərabərdir. 2 il əvvəl onların yaşları 2 dəfə fərqlənirdi. Yəni, bilgənin 2 dəfə çox idi. Hazırda işçinin yaşının cüt olduğunu bilərək müdürün hazırki yaşını tapın. Yazaq, X üstəgəlsin Y bərabər nəyə? 91-ə. 2 il əvvəl deyirsə, məsələn, X minus 2 bərabərdir Y minus 2 vurulsun nəyə? 2-yə. Hesablasaq indi bunu. Alınacaq buradan X çıxılsın 2 bərabərdir 2Y çıxılsın 4-ə. Yuxarıda şimdi bir təfə keçsək hamısını. X çıxılsın 2Y bərabərdir nəyə? Mənfi 2 alınır. Çünki bu tərəfi müsbət olur. Mənfi 4-dən müsbət 2 cəmi eləyəcək mənfi 2. Bu oldu belə. İstəyirəm təyin kimi yazsaq indi bunu. Deməli, X üstəgəlsin Y bərabərdir 91. X çıxılsın 2Y bərabərdir mənfi 2-yə. Yuxarını biz 2-yə vursaq, toplasaq. Bu oldu 2Y, bu oldu mənfi 2Y. Bunlar getdilər 182, bu da oldu mənfi 2. Cəmi neçə edəcək? Deməli, 2X ilə X-in cəmi 3X bərabərdir 182 ilə mənfi 2-in cəmi 180 eləyir. X bərabərdir nəyə? 60-a. Deməli, birinin 60 yaşı var. O birinin neçə yaşı var? O birinin də var, onda 90-60 çıxanda 31. Deməli, Y oldu 31. Bizə deyir ki, hazırda işçinin yaşı cütdür, yəni 60-dır. Bizə kim istəyir? Müdür istəyir. Müdür də biz təkrar 31 oldu deməli. 7-ci suala baxır, deyir. Fəzail Nərminindən 2 yaş böyükdür, Vəfadan isə 4 yaş kiçikdir. Yazaq indi. Fəzail üstə gəlsin. Nərminindən 2 yaş böyükdür. Hə. Bərabərdir. N üstə gəlsin 2-yə. Bərabərdir. Vəfadan 4 yaş kiçikdir. Vəfadan çıxaq 4-dür. Bu oldu belə. Nərminin yaşı isə Vəfanın yaşının 4-də 3-dür. N də bərabərdir nəyə? 4-də 3 V-yə. Fəzailin yaşı deyir neçədir? Gəlin biz hesablayaq görək N-lə V burada nəyə bərabərdir? İndi N-in yerinə yazaq 4-də 3 V. 4-də 3 V üstə gəlsin 2 bərabər nəyə? V çıxılsın 4-ə. Buradan indi V-ni təbii keçsək, bu gəldi bu tərəfə. Yəni V çıxılsın 4-də 3 V bərabərdir 6-ya. Buradan da 4-də 1 V bərabər nəyə? 6-ya. V də bərabərdir 24-də. Yəni biz buradan artıq tapdıq ki, Vəfanın yaşı neçədir? 24-dür. Bizdən kim istəyir? Fəzail istəyir. Yəni 24-dən 4 çıxacaq, eləcək neçə? 20. Gələk 8-ci suala. Atanın yaşı deyir, kiçik oğlunun yaşından 6, böyük oğlunun yaşından 4 mislidir. İndiki yaşının 3 mislinə çatanda atanın yaşı böyük oğlunun yaşının 3 mislindən 15% az olacaq. Kiçik oğlunun neçə yaşı var? Belə maraqlı sual verib bizə. Deyir ki, indi atanın yaşı yazaq bunu. Bərabərdir.
Kiçik yoğun 6K'ya. Böyük yoğunsa 4 misli. 4B'ye bərabərdir eyni zamanda. Deyək ki, indiki yaş nə qədər kiçik yoğunun? K'dır. İndiki yaşının kiçik yoğunu, indiki yaşının 3 mislini satanda. Yəni bu 3K olması üçün nə qədər artmalıdır bu? 2K artmalıdır, elə? Deməli bizim ilimiz 2K'dır. Hər birinin üstə 2K gəlməliyik. Bu müddət də artıq. Bərabər 3K eləyir bu. Atanın yaşı böyük yoğunun yaşının 3 mislindən 15 vahid az olacaq. Toplayaq indi. Deməli, atanın yaşı budur. A. İndi 2K sonraki yaşı bu olacaq. Bu 3K yaşını çatanda elə bir K idi. Kiçik oğlu indiki yaşı K'dır. 3 qatını çatmaq üçün 2K gəlməli üzərinə. Yəni hamısının üstə biz 2K gəlməliyik. Həm atanın, həm böyük oğlun. Bərabərdir. Deyək ki, 3 çatanda atanın yaşı böyük oğlun yaşının, böyük oğlun neçədir? 4B'dir. Üstə gələ 2K təbii ki. 3 mislindən 15 vahid böyük olacaq. Bunu yazdıq belə. İndi hesablayaq. A üstə gəlsin 2K bərabərdir. 3'ə vursam bunu 12B. Beləcə B yazmalıyıq. Bunu 4B yazmışıq, ona görə alınmır. 4B. Bunları silək. Bu oldu 3B. Çünki 3'ü B'yə vurmalıyıq. Böyük oğlun yaşı B'də, 4B yazmış biz ona. 3B üstə gəlsin 6K çıxar 15. 3B nəyə bərabərdir? Əgər 4B hə 4B bərabərdir 6K'dırsa 3B nəyə bərabərdir bəs? Üstə fal 4,5K'ya bərabər olmalı, səhv etmirəmsə. 10,5K yazaq. Deməli, indi 3B-ni biz əvvəldə 4,5K elədi. Bunu da cəmi elədi 10,5K. Çıxanda necə qalır? 10,5K, bu da 8K'dır. Deməli, çıxanda 2,5K eləyir. K da bərabərdir 6-ya. Bəli, yoğun yaşını tapdıq 6. Bizə nə bunu istəyirdi? Arif və Bilalın yaşları cəmi 86-ya bərabərdir. Yazaq Arif və Bilal'la Kərimin yaşları cəmi 73-sə, Ariflə Kərimin yaşları cəmi 15-ə bərabərdir. Yəni belə bir şeydir. A üstə gələk B 86. Kərimlə Bilalın cəmi B üstə gəlinsin K bərabərdir 73. Eyni zamanda A ilə də K'nın cəmi bərabərdir 15-ə. Bu artıq qəbul etmiş suallardır bu arada. Bunların cəmini tapaq indi. 2A üstə gəlinsin 2B üstə gəlinsin 2K. Neçə eləyəcək? Deməli 154 eləyir səhv eləmirəmsə. Baxaq denə. 154 yox doğrusu. 174. edir, bəli. İndi 2-yə bölsək hamısını, çünki hamısı 2-yə bölünür. A üstə gəlinsin B, üstə gəlinsin C, bərabər nə alınır? 2-yə böləndə eləcək bu 87. İndi A ilə B-nin cəmi nəyə bərabərdir? 81 idisə, C nəyə bərabərdir onda? A ilə B-nin cəmi 86-dırsa, C də bərabərdir nəyə? 1-ə. Çünki buradan belə çıxır 86 üstə gəlsin 1 87 eləyər. C bərabərdir 1-ə. Yəni C dilimi belə onun adı nə idi? K. K bərabərdir 1-ə. İndi K 1 isə bizdən kim istəyir? Arifin yaşını istəyir. Arifin yaşını tapmaq üçün nə edirik biz? Baxırıq yuxarı. K 1 isə onda Arifin isə 14-dür. A 14 onda B də nə bərabərdir? 72-yə bərabərdir, bəli. Deməli, indi biz bizə kim istəyir? Bəli, Arifin yaşını istəyir. Arifin yaşını tapdıq 14. Oldu Y variantı. Sonra ailədə 3 uşağın yaşlar hasili 72-yə bərabərdir. İkisi əkizdir. Hə, əkiz var, bir dənə də bazıları var. Deməli, bizdə x kvadrat vurulsun y bərabəri 72 eləyə bilərik. Biz buna nə deyə bilərik? Deyək ki, əkiz qardaşlar kiçik bazılarını çox sevirlər. Yəni bu 2 dənə eyni rəqəm o birindən böyükdür. Biz indi bunu nəyə bilərik? Məsələn, 1 götürsək, bu 72 alınmaz. 2 qoysaq, eləyər 4, o biri 18. Təbii ki, y bunlardan böyük oldu, olmaz. 3 qoysaq, eləyəcək necə 9.
Onda y olacaq neçə? 8. Yenə 8 bu 3-dən böyükdür. 4 qoyamırıq, 5 qoyamırıq, 6 qoysaq. 6, 6. 36 vurulsun 2 bərabər 72 edir. Bizə kim alınır belə? Böyük qardaşların yaşları cəmi, qardaşların yaşları bacıların yaşlarından böyükdür. Çünki deyir ki, kiçik bacılarını sevirlər. Yəni bu demək ki, bacı qardaşdan kiçikdir. Əksi qardaşların yaşının birinin neçə yaşı var? 6. 11-ci sual deyir ki, ilk övladlar anadan olanda atanın yaşı ananın yaşından 20% çoxdur. Yazaq indi. Qıraqdan qeyd eləyək. Deməli, buraya yazaq ata, buraya yazaq ana. Birinci uşaqda deyir ki, atanın yaşı ananın yaşından 20% çoxdur. Yəni, ana x isə ata olacaq 1,2x. Sonra deyir ki, ikinci uşaqda ananın yaşı atanın yaşından 16% az oldu. Yəni, indi biz at x deyək. Buna deyək 0,84x. Üçüncüdə isə artıq ananın yaşı atanın yaşının 90% idi. Deməli, buna deyək x, buna deyək 0,9x. Burada artıq başlayıb rəqəm qoymaq. Deyək ki, bizdə atanın yaşı ananın yaşından 8-dən fərqli bir rəqəm qədər çoxdursa, onların birinci və üçüncü uşaqlarının yaşları fərqi neçəyə bərabərdir? Yaxşı, biz gəlin rəqəm qoyaq onda. Bax, ikinci ilə tapmaq olar əslində. Necə? Çünki bizdə bir 84 var. 0,84 var. Belə bir şeydir. Biz bunu elə bir rəqəmə vurmalıyıq ki, 100-ə ixtisar etsin, ya bölünsün. Nə qoya bilərik? Təbii ki, qoya bilərik buradan. 25 qoya bilərik. Sonra 50 qoya bilərik. 75 qoya bilərik və 100 qoysaq artıq çox böyük edir. O biraz qeyri-real görsənir də 100 yaşında. Gəlin, məsələn, 25 qoyaq yoxlayaq. Məsələn, burada ataya qoyduq 25-i. 25-i qoyduq bura. Onda 25-in 84% neçə eləyir? Təbii ki, 21 eləyir. 100-ə bölüb belə bir ki, 21-ə vursuz. Eləcək belə. 21 yaş. Deməli, yaşlar fərqi neçədir bizdə? 4-dür. Yəni, yazaq. 25 çıxılsın 21 bərabərdir 4-ə. Əgər yaşlar fərqi 4-dürsə, gəlin yuxarıdakı birinci uşaqda neçə yaşlar var, onu tapaq hələ. Deməli, 1,2x çıxılsın x bərabər nə eləyir? 4. Buradan alınır ki, 0,2x bərabər 4-dürsə, x də bərabərdir 20-yə. Deməli, birinci uşaqlarında isə ananın 20 yaşı var idi, onda atanın da 24 yaşı var idi. Üçüncülərdə isə deməli, yenə 4 fərq varsa aralarında yazaq buradan. X çıxılsın 0,9x bərabərdir 4-ə. Buradan alınır ki, 0,1x bərabər 400-ə, x bərabərdir 40-a. Yəni, üçüncü uşaqlarında artıq atanın 40 yaşı var, ananın da elə bir ki, 36 yaşı var. Onda 9-a vuruq. Elə bir ki, 40-ı bölük 10-a vuruq 9-a. Elə 36. Bizə deyir ki, birinci və üçüncü uşaq arasındakı fərq nə qədərdir? Yəni, buradan 40-dan 24 çıxacaq, vəssalam. Çünki birinci uşaqda atanın 40 yaşı var idi. Birinci uşaqda 24, üçüncü uşaqda 40 yaşı var idi. Yəni, biz indi 40-dan 16 çıxacaq. 24 çıxandır 16 edəcək daha doğrusu. D variantı. Baxırıq indi 12-ci suala. Yeniləyək bunu. Deyir ki, ən yaşlı sakininin 139 yaşlı bir yaşı olan bir şəhərdə yaşayan ailədə uşaq, baba, nənə yazaq. Uşaq, baba, nənə, ata və anadan ibarətdir. Deyir ki, yaşa görə, gəlin birinci yaşa görə düzək bunları. Məsələn, bunları indi yaşa görə düzsək, birinci baba gəlir təbii ki, nənə, ata, ana və uşaq. İndi deyir ki, bizə babanın yaşı uşağın yaşından 14 və böyükdür. Yəni, baba bərabərdir 14 uya. Ana yaşı isə ailənin ən kiçik üzvünün yaşından 9 dəfə çoxdur. Ailənin ən kiçik üzvü uşaqdır. Yəni, bundan 9 dəfə çoxdur. Yəni, ana da bərabərdir 9 uya. Baba ilə atanın yaşları arasındakı fərq nənə ilə ananın yaşları arasındakı fərqə bərabərdir. Yəni, baba çıxılsın ata bərabərdir nənə çıxılsın ana. Bərabərdir bunlar. Bütün deyir, atanın yaşı deyir, bütün ailə üzvlərinin orta yaşına bərabərdir. Yəni, bunların hamısını toplayırıq, bölürük.
5'ə bərabər nə alınır? Ata alınır. İndi biz artıq burada rəqəmləri qoymalıyıq. Deməli, gəlin baxaq. Babanı yenə yazaq 14-u. Bunu sizə yenə yazaq 14-u. Ananı yenə yazaq 9-u. Buradan indi biz hesablasaq ki, baba nəyə bərabərdir? Yəni, belə deyim də, artıq burada bizə dəqiqə. Bax, baba 14u'dur da. 14u çıxılsın ata bərabərdir. Nənə çıxılsın 9u. Ananın da yaşı 9u idi də. Belə əvəzlədik. Bunları toplasaq 23u bərabərdirmi nənə üstə gələk ataya? Bax, nənə üstə gələk ataya yazaq mı 23u? Yazaq 23u. İndi bundan cəmi neçə eləyir? 14, 23, 37, 9, 1, 10. Deməli 47 u bölünsün 5'ə bərabərdir ataya. Biz indi burada uşağa neçə verə bilərik? 2 bu bölünsün 5'ə. Ən kiçik qiymət verək də, gəlin 5 verək. Uşağa verdik 5'i. Uşağa 5 verirsə, onda ata bərabərdir 47'yə. Çünki bölündü artıq buradan. Uşağa 5 verirsə, onda baba olacaq 70. Çünki 5'i vurduq 14'ə. 70. İndi ananı tapmaq istəyirsə, ana bərabərdir 9 vurulsun 5'ə. Elədir 45. Bizə nənəni istəyir. Yəni biz indi buradan gəlin hesablayaq. 70, yəni baba çıxılsın ata, 70 çıxılsın 47 bərabərdir. Nənə çıxılsın 45. Ana yəni. Bu keçdi bu tərəfə. Buradan alınacaq nə? Düzüm dedim. Bizə dəqiqə nənə çıxılsın 45. Hə. Yəni bu bərabərdir 23'ə. Bunu da üstə gəlsək 23 bərabərdir nənə çıxılsın 45. 45 yalı tərəfə 68 bərabərdir nənəyə. Deməli nənə neçə yaşı var? 68 yaşı var. Bu da belə. Deməli biz ən çətin və ən çox vaxt aparan tip yaş məsələlərinə də baxdıq, qəbula düşənlərə də baxdıq, sadələrinə də baxdıq. Riyazi məsələlər növbəti dərsində görüşərik. Sağ olun, salamat qalın.